Kimimiz bayraq deyərik, kimimiz sancaq deyərik. Ancaq istənilən halda Türk milləti üçün bayraq təkcə dövlət rəmzlərindən biri deyil, həm də şanlı mazimizin, keçmişimizin, tariximizin bir hissəsidir. Zaman zaman bayrağımızın missiyaları, funksiyaları, mahiyyəti fərqli olub. Zaman zaman Türk milləti fəth elədiyi torpaqlara sancdığı bayraq həm də bir nişan rolunu oynayıb. Geridə qalmış ordu üçün, qoşun üçün koordinasiya rolunu, missiyasını oynayıb. Ancaq sonraki dönəmlərdə bayrağımız bizim həm də namusumuz, şərəfimiz olub, həyatımızın bir parçası olub. Azərbaycan dövlətlərinin, Azərbaycan imperiyalarının qəbul elədiyi bayraqlar zaman-zaman fərqli ölçülərə, fərqli rənglərə malik olub. Məsələn, Səfəvilər dönəmində müxtəlif hökmdarların vaxtında bayrağımızın üzərində şir təsviri, günəş təsviri olub, yaşıl rəngdə olub. Bəzən Quran-ı Şərifdən ayələr ehtiva edilib. Ancaq müxtəlif dövrlərdə həmin təsvirlərdən hansısa olub, hansısa olmayıb, ancaq bütövlükdə mahiyyəti dəyişməyib. Bu üç rəngli bayrağımız isə bizə 20-ci əsrin əvvəllərindən, Azərbaycan Xalq Cümhuriyyətinin dönəmindən bizə mirasdır. Bizim üç rəngli bayrağımız fikir babamız, ideologumuz Əli bəy Hüseynzadənin fikirlərindən, ideyalarından ilham alıb. Necə ki, Əli bəy Hüseynzadə deyərdi, mənə türk hissiyatlı, İslam etiqadlı və Frenç qiyafəli, Avropa qiyafəli bir yurttaş lazımdır. Onun yurttaş arama çabaları məhz bizim dövlətçiliyimizin rəmzlərindən biri ilə təcəssüm olundu. Sonraki dönəmlərdə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası dövlət bayrağımızı təsis elədi. 1991-ci ildə 70 illik əsarətdən sonra bayrağımız öz susqunluğunu arxada qoydu, yenidən dalğalanmağa başladı. 2009-cu ildə isə Azərbaycanın dövlət başçısı cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü kimi təsis edildi və bu mübarək gün Azərbaycan xalqının, Türk millətinin həyat tərzinin bir parçasına çevrildi. Hamı üçün müqəddəslik daşıdı, mübarəklik daşıdı. Azərbaycan bayrağına zaman-zaman məqalələr həsr edilib, şeirlər həsr edilib, şənlə təriflər deyilib. Fikrimcə sıra-sıra, qatar-qatar şeirlər arasında böyük ədibimiz Cəfər Cabbarlının Azərbaycan bayrağına şeiri özünə məxsus seçilmiş bir yer tutur və digər poeziya nümunələrinə flaqman rolunu oynayacaq, siqlətlə oynayacaq bir gücdədir həmin şeir. Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, şu sevimli üç boyalı, üç mənalı bayrağı, mələklərin qanadı mı üzərimə kölgə salan, neymiş bu aman Allah, od yurdunun yarpağı? Göy yarpaqlı, al şəhli, yaşıl otlar topası mı? Hayır, hayır. Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımız ucaları pək seviyor. Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. Kölgəsində ay əyilmiş bir gözəli qucmada. Qucaşaraq sevdiyi ilə yüksəklərə uçmada. Şu görünüş bir ananın şəfqətinə oxşayır. Düşündükcə zövqlərimi, vicdanımı oxşayır. Şu ay yıldız boyaların qurultayı nə demək? Məncə böyle söyləmək. Bu göy boya, göy Moğoldan qalmış bir türk nişanı. Bir türk oğlu olmalı. Yaşıl boya, İslamlığın sarsılmayan imanı ürəklərə dolmalı. Şual boya, azadlığın, təcəddüdün fərmanı. Mədəniyyət bulmalı. 8 uçuşu yıldız da 8 hərli od yurdu. Əsarətin gecəsindən fürsət bulmuş quş kimi səhərlərə uçmuşdur. Şu hilal da Türk bilgisi, düzgün sevgi nişanı, yurdumuzu qucmuşdur. Allah, əməllərim edib şu bayrağı intiqal, birər-birər doğru olmuş, birad almış istiqlal. Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.